Cəhənnəm olsun ya hamısı. Fikir eləmə. Qurban olsun hamısı sənin bircə telivə. Düz deyirsən ana. Elə əsəbləşmişdim ki, yemək yemək də yadıma düşmürdü. Sən ac qalmaq olmaz ya bala. Sən süd verirsən. Bir də ki, qızım, səndən bir söz soruşacağım. Sənlə orada necə dolanırlar? Xətrivə dəymirlər ki. Ay ana, vallahi mənə çox yaxşı baxırlar, narahat olma. Tək elli olsun qızım. Çörəyimi soyutma yemeğimi. Toğrul müəllim elə yaxşı insandır ki, mənim də xətrim o qədər çox istəyir ki, o heç vaxt icazə verməz ki, orada mənə güldən artıq söz desinlər. Hər axşam da gəlib Muradla mənə baş çəkir. Qızım, sən yenə aranı açma. Məsafə saxla. Niyə ki? Bax qızım, deyirsən ki boşanacağım. Belə lap yaxşı eləyəcəksən. Elə kişidən elə boşanman lazımdır. Kaş mən də vaxtında atamdan boşanaydım. İndi də belə olmazdı. Toğrula da çox üz vermə bala. Sən özün çox yaxşı bilirsən ki, boşanmış qadın haqqında tez söz çıxarırlar. Kim nə deyirsə qələt eləyir. Toğrul müəllim çox yaxşı insandır ana. Mən onun bir dəfə də olsun artıq əski hərəkətini görməmişəm. Həm də ki, əgər mən nəsə hiss eləsəydim, bir gün də o evdə qalmazdım. Nə deyim bala? Tək elə olsun. Yeməyi bir qızım, soyudum. Toğrul, bura çox gözəldir. Bütün gün buranın mənzərəsinə baxa bilərəm. İstəyirsən belə bir bağ tutum qal orada. Yo, ehtiyac yoxdur ki. Bura var da. Bəs indi biz nə yeyəcəyik? Bilmirəm. Sən bizi ac qoyacaqsan, Toğrul. Narahat olma, ac qalmazsan. Amma ümid edirəm ki, bu dəfə yemək hazırlamaqda mənə kömək eləyəcəksən. Yaxşı. Daysız sizdə, Toğrul müəllim. Öz məharətimi sizə göstərərəm. Buyur. Gedək. Qızım, özündən muğayat. Narahat olma ana. Get sağ salamat bala. Qızım, bəs ata ilə sağollaşmayacaqsan? Səni heç vaxt bağışlamayacağam. Qızım, vallahi mən nə edirəmsə, sizin xoşbəxtliyiniz üçün eləyirəm da. Mən də atayam. İstəyirəm siz xoşbəxt olasınız. Pis şey istəmirəm ki. Ay kız. Ayağına ne olub? Niye aksıyırsan? Əzilib. Niye? At çapanda yıxıldım. Əzildi. Sen Allah bircə bəd xəbər vermə. De görüm neyniyə bildin? Amma sənə deyim, yıxılmağıma xeyri oldu ya.
Toğrul mənə bir dənə qayğı göstərirdi. Söz verdi ki, at çapmağı da öyrədəcək. Halaldır sənə. Quşu gözündən vurmusan. Hə. Amma Bahar gəlib hər şey zibil elədi. Bahar? Onun özü mürdəşir Yusun. Yenə bir yerdeydilər. Bilmirəm. Yəqin ki, nə bilim. İndi nə olacaq? Toğrul, cığallıq eləyirsən ha. Gəl də bayaqdan səni mətbəxdə gözləyirəm axı. Güllərin budaqlarını sərgiyə salırdım. Yazıqlara neçə vaxt ayıra bilmirəm. Mən də gəlim. İstəyirsənsə gəl. Gəldim. Toğrul, çox tərləmsən, xəstələnəcəksən. Narahat olma, silərəm. Sıx. Topuğun əzilib yəqin. Dizin ağrımır? Yox. Sildim, getdi. Yaxşı, sən keç mətbəxə, mən də əlimi yuyum gəlirəm. Kömək eləmədim axı. Sonra eləyərsən. Yaxşı, tez gəl. Tez gəl. İndi neyniyəcəyik? Hə? Bu Baharı necə rədd eləyəcəyik? Bilmirəm. Ağlımda elə heç nə yoxdur. Sən bu ifritənin canındakilara bax, Gör necə yapışıb Toğrulun yaxasından. Çağırırsan ki, Bir dəli şeytan deyir ki, siçan dərmanını tökəsən, meyvələrin üstə aparıb qoyasan qabağına. kef sənə yesən də. Görmüşsən, canımı boğazıma yığıb. Get, get. Neyse. Yenə nə olub? Səbirli ol, deyəcəm də. Ayşe ürəyimi üzmə, sözün de. Ehtiyatlı ol Baldız. Planların pozula bilər. Başa düşmədim. Toğrulu yoldan çıxartmaq məsələsini deyirəm də. Bəli sən, ağzına gələn nə danışırsan? Qısa konkret sözünü de görüm. Əşi. Lalə hər şeyi öyrənib. İndi gəl dua eləyək ki, Lalənin beyni qızıb bizi zibilə salmasın. Necə işlərim düz gətirmir, Elə bir itülüb üstümə. Niyə axsırsan? Boş şey. Sən danışa bildin Sadiqlə? Nə deyir? Heç nə. Həmişə kimi yalandan danışırdı da. Sən qətiyyən fikir eləmə. Yaxşı? Hər şey yaxşı olacaq. Mən sənin arxandayım. Bilirəm. Sən olmasan lap pis olardı. Gözümün ağı qarası bir dənə bacım var da. Çox sağ ol.
Ləman. Vəkilin pulunu verməliyəm. Narahat olma. Mən həll edəcəm, yaxşı? Gör nəyə görə fikir edirsən. Çox sağ ol. Bir də ki, böyrək məsələsini anama dedim. Hə, bax gərək onu deməzdin hələ. Məcbur oldum. Yoxsa deməzdim. Bəlkə sən Toğrul müəllimlə danışasan. Sən narahat olma. Ləman imkan verməz Lalə aranı qarışsın. Ləmanın da canında az yoxdur. Aha. Oxşuyub da xalasına. Vallahi sənin elədiyin heç şeytanın da ağlına gəlməz. Ne diş danışırsın ne kişi? Belə olar da. Düz söz sərf eləmir axı. Ha, mən başa düşdüm sən niyə Ləmanı bu evə gəlin gətirmək üçün əldən ayaqdan gedirsən. Deyirəm də, dədəli balalı heç birinizə yaxşılıq yoxdur. Sən yaxşılıq bizə eləmirsən ki, özün eləyirsən. Hə? Ha, çünki Toğrul Ləmanla evlənsə, sən də bu ailə ilə qovmursan axı. Ha. Belə olanda arxayın sən ki, sən bu qapıya Nuray üçün elçi gəlsən, qızı verəcəklər. Elə baxırsan ki, elə bir yalan danışıram, hə? Səni əlimin içi kimi tanırım, ey baldız. Sən milyon dəfə dua elə ki, sənin o gözəlçə qızını bu evə gəlin eləmək istəyirəm. Güya sən istəmirsən ki, qızın bu evin gəlin olsun, hə? Sən əlacın olsa bu dəqiqə Ləmanı ilişdirərsən o Toğrula. Pul köpəyoğlu şeydir, Rıza. Bildin? Yaxşı, qoy Ləman bu evə gəlin gəlsin, sənin pişiyini ağaca dırmaşdırmaq mənə borc olsun. Yaxşı. Sən narahat olma. Anamın məsələsini mən həll edəcəm, yaxşı? Belə şeylərə görə fikir eləmə. Kaş hamının sənin kimi bacısı olardı. Necə olmuşam? Yaraşıb ha. Sağ ol. Gecən xeyri. Xeyrə qarşı. Hey, bəyənmədin məni? Yaxşıdır. Bax gör mən nə tapmışam. İstanbulda çəkdirdiyimiz şəkilləri. Saxlamısan ya hələ də bunları. Nə oldu Toğrul müəllim? Xoşunuza gəlmədi? Yox. Neyse. Gedək yeməyimizi yeyək. Peki. Ne olub? Toğrul deyəsən bu gecə bağ evində qalacaq. Üzünü gör görsün. Baharın ayaqları
ayaqları sınmış, hardan gəlib çıxdı? Mənə bax. Zəng eləyək, toğrula deyək ki, Murad xəstələnib, durma gəl. Laləyə deməyəcək ki, niyə belə eləmisiniz? Laliyə deyərik də. Dayı sənə sözüm yoxdur da. Sən güya Laləni tanımırsan? Biz Laləyə hər şey desək, gərək mən Toğruldan əlimi üzüm. Neynimi? Ağlıma başqa şey gəlmir də. Nədir bəlkə zəng eləyib deyim ki, Xavər ölürdür, gəl. Heç nə deməyəcək. Kişinin dalınca çox qaçmaq olmaz. Onda qadına saymırlar. Ona görə də gözləyəcəm, səbr eləyəcəm. Baxaq görək Toğrulun yadına düşürəm, yoxsa yox? O da elə durub səni gözləyəcək axı. Onu bilmirsən ki, kişinin ipini boş buraxsan, gedib başqasının yaxasından yapışacaq. Sənə görə deyirəm, özün bilərsən. Mən də deyirəm ki, istəmirəm. Heç nə deməyəcəyik. Bitdi. Yaxşı. Amma Toğrul gedib o Baharla evlənəndən sonra gəlib yanında oturub ağlama ki, xala, evlədilər, neyniyim? Özün bilərsən. Məndən sənə demək. gidişin son gidiştir, bir de geri dönmeyecek. Gururumun göylerinden bir daha da elmeyecek. Bu gidişin Üzr istəyirəm. Mən demək istirdim ki, səhər yeməyə hazırdır. Əynimi dəyişim gəlirəm. göylerinden bir daha da elmeyecek. Senden uzak ben olsam da daim seni alacağım. Hasretinin alovuna
gece gündüz ağlayacağım. Yüreğimde bu eşkini ömür boyu saklayacağım. Senden uzak ben olsam da daim seni anacağım. Hasretini Doğru ne oldu? alavında gizli gizli yanacağım. Unut Ben istəmirsən. Unut beni, dönmeyeceğim bir de geri unut beni, dönmeyeceğim bir de geri. Gel. Senden uzak ben olsam da daim seni anacağım. Hasretinim alavında gizli gizli yanacağım. Unut artık, unut beni. Gəl də yanıma. Vereceğim bir de geri. Unut artık, unut beni. Dönmeyeceğim bir de geri. Dönmeyeceğim, dönmeyeceğim. Narahat olma. Buradayım. Doğru gəl də. Torul nə olub? Niyə belə eləyirsən? Heç. Qulağıma səs gəldi. Deyəsən həyətə kimsə girdi. Gedim baxım gəlim.
kim idi? Heç kim yox idi. Mən onsuz da heç nə eşitmədim. Əynivi niyə geyinmisən? Otağa niyə qalxmadın yanıma? Doğru ol. Bəhanəyə ehtiyac yoxdur. Mən uşaq deyiləm. Normal halda deyə bilərdin ki, istəmirsən. Sən gecə vaxtı hara hazırlaşmısan? Burada qalmaq istəmirəm. Sağlam ol. Şirin. Yaxşı ki varsan. Bilirsən sənə nə arzulayıram, Murad? Böyüyüb kimisə sevəndə həmişə onun arxasında dayanasın. Sağlam ol. Çalış heç vaxt sevdiyin qızın ürəyini qırmayasan, yaxşı? Çünki qızlar həmişə sevdikləri kişiyə arxalanırlar. Həmişə sevdiyin qızı qoru. Qızların buna ehtiyacı var axı. Hə? Olacaq. Mən bilirəm ki, sən heç vaxt heç bir qızın ürəyini qırmayacaqsan. Hə, balam? Sən böyüyəndə ağıllı olacaqsan, hə? O qədər əminəm ki, bundan. Şirin. Ay Toğrul, necəsən ay bala? Sağ ol, olmasa var. Həmişə evində işində. Çox sağ ol. Xoş gəldisən. Ürəyin bir şey istəmir? Yox, çox sağ ol, olmaz xalam. Hə, Ya da qəşəng bir dənə çay verəcək. Hə, baş üstə. O da mənim gözüm üstə. Nə oldu? Sağ ol. Yaxşı. 100% aralarında heç nə olmuyor. Sakit ol. Bir qəşəng çay hazırlayırsan, aparırsan Toğrul bəyə. Onu sən hazırladan olar. Allah nətif görsün. Düzəlmədin də sən. Ay qız, belə sevinib eləməyək. Nə oldu? Niyə? Elə eləyirsən ki, elə bil artıq sənə elçi də gəliblər, nişanda taxıblar. Sakit ol da, gözünə ağır apar. Sən narahat olma, o da olacaq. Toyumda olacaq, nişanımda olacaq. Hətta sən də gəl toyumda oynayacaqsan. Mənə bax, Ləman. Sənin toyunda inşallah. Bax o
Instagramda bütün gün izləyirəm. Şəmkirdən bir yaxşı vizajist var. Belə qızların saçını Rivan kadında ondan kəsir. Belə qəşəng piyoruşka, belə sarılar qoyur. Bax, mütləq o şəmkirli vizajisti çağırırsan, məni bəzəyir, buraxır toyun ortasına. Nətərdir? Halaldır valla, sözüm yoxdur. Sən nələr bilirmişsən belə? Qız neyiniyim? Sizin yanınızda olanda öyrəndirəm hamısını. Mütləq o qızı mənim üçün tapırsan, yaxşı? Yaxşı deyən bir toyum olsun, tapacam sənə. Söz verirəm. Şəmkirlini al. Yaxşı da, Ay, yaxşı. sağ ol. Yaxşı. Çay hazırlayaq, aparaq. Lalə? Buyurun. Nə olub Lalə? Niyə ağlayırsan? Xətrinə dəyən olur. Lalə, mən həmişə sənin yanındayım. Əgər nə problemin varsa mənə deyə bilərsən. Yaxşı ki varsınız. Siz olmasanız bilmirəm heç nə edərəm. Lalə. Nə varsa hər şey mənə danış. Heç nə ürəyində saxlama. Yaxşı? Mən sənə həmişə kömək eləməyə hazıram. Özün də ağlama. Üzr istəyirəm. Mane olmadım. Mən gedim Muradın yanına. Zəncəfilli çayınızı gətirdim. Mən zəncəfili çay istəməmişdim. Nə axir əziyyət çəkmisən?
Sən niyə burdasan? Bu çayı kim üçün götürmüsən? Toğrul bəy zəncəfilli çay istəmişdi. Onun üçün gətirmişdim. Amma içmədi. Niyə? Bilmirəm. Yaxşı qoy mən içərim. Nasıl olub? Sən göyə bilmirsən nə olub? Hə? Gic yerinə qoymusan məni? Sən utanmadın Toğrul'la qucaqlaşanda. Mən özümü yaxşı hiss eləmirdim ona görə. Hə, sən indi hər özünü yaxşı hiss eləməyəndə gedib Toğrul'u qucaqlayacaqsan? Hə? Yox, elə. Kəs səsini. Kəs səsini. Sənin dilin var özünü müdafiə eləməyə. Sən onu elə qucaqlamışdın ki, elə bil sənin ərindir. Ayıbdır ya, vallahi ayıbdır. Mən başa düşə bilmirəm. Biz bu evə işləməyə gəlmişik. Mən sənə kömək olmaq üçün bu evdə qalıram. Sən də gedib yad kişini qucaqlayırsan. Mən səni o vəziyyətdə görəndə utancımdan yerin dibinə girdim. Mənim pis niyyətim yox idi axı Ləman, hamısını. Kəs səsini. Sən qarşındakı uşaq deyil, Lalə. Sən heç fikirləşirsən mənim yerimə sizi xəbər görsəydin olardı, hə? Mən deyim də sənə nə olardı? İkimizi də qoyacaqdı qapının ağzına. Qovacaqdı ikimizi də bu evdən. Qalacaqdıq işsiz. Bax, bizi fikirləşmirsən, heç olmasa xəstə anamızı fikirləş. Ayıbdır ya, ayıbdır, ayıbdır. Mən sənə söz tapa bilmirəm. Özünə hörmət eləyən heç bir qadın belə eləməz. Ləman, sən elə danışırsan ki, elə bir mən xəyanət eləmişəm. Xəyanətdir, sənin elədiyin elə xəyanətdir. Sadiq şərəfsiz ola bilər. Amma o da bunu görsəydi qan düşərdi. Namus üstündə Toğrulu vurub öldürərdi. Ləman, mənə elə tərs-tərs baxma. Mənə elə tərs-tərs baxma. Düz deyirəm mən. İşimiz var da dayı. Mən gərək sənə hər dəfə evli olduğumu xatırladım. Xəbir xanım, olar bundan sonra alacağım maaşı mənim özümə verəsiz? Siz mənim Toğrul'la bir yerdə olmağımı istəyirsiniz? Əlbəttə istəyirəm. Onda mənə kömək eləyin. Bu qız Toğrul'dan əl çəkmir. Nə vaxt baxıram Toğrul'un yanındadır. Sən nə edirsən mənim otağımda? O əvvəllər idi. İndi bu otaqda Bahar xanım yaşayacaq. Təcili fikirləşib bir yol tapmalıyam. Yoxsa xəbər səni buradan göndərəcək. Anam nəsə bilir ki, elə deyir. Demək getməyə məsləhətdir.